Bəzi vaxt neməti görürük, nemət verəni görmürük. Əmmə bi ni'məti rabbikə fəhaddis. Quran buyurur, Rəbbivin nemətindən söhbət aç ki, demir nemətdən söhbət aç, Rəbbivin nemətindən söhbət aç. Yəni, neməti görüb Rəbbi unutma. Nemət sənlə Rəbb arasında hicab olmasın, pərdə olmasın, gözlərini kör eləməsin, gözlərini açsın, Rəbbi görgünə. Hər nemət sənə sanki bir məktubdur. Allahın eşq məktubudur ki, mən səni çox sevirəm. O eşq məktubu o nemətin özündən artıq. Neməti baxmaq, neməti verəni görməmək sanki ruhsuz bədənlərə tamaşa eləməkdir. Nə qədər siması gözəl də olsa, canın ki verdi, rəngi saraldı. Cansız bədəndir, düzdür? Neməti görüb, nemət verməyəni görməmək sanki cansız bədənə tamaşa eləməkdir, cansız bədənə. Amma nemətə o can verən, nemət verəndir. O Allahdır. Onu gör. İmkan olsa o nemətdən qabaq da onu gör. Nemətlə də onu gör, nemətdən sonra da onu gör.